Güneşli bir gündür. 4 dənə qız uşaq meydançasında oynayırlar. Salam. 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 Selam. Bu qızların sui-istifadə xətərində olmaqlarını bilirdinizmi? Hər 4 qızdan biri cinsel sui-istifadəyə məruz qalır. Cinsel sui-istifadə. Oğlanlar necə? Hər 6 oğlandan biri cinsi sui-istifadəyə məruz qalır. Sui-istifadə olanların ortalama yaşı təkcə 9'dur. 9. Sui-istifadə olunan uşaqların %93'ü sui-istifadə edən şəxsləri tanıyırlar. Sui-istifadə edənin tanış və ya qohumlardan birisi olmasının %47'dir. Çox yaxındır. Düşündüyünüzdən daha yaxındır. Əlimizdən bir iş gəlmədiyi üçün üzgünük. Dayanın, dayanın, əlinizdən çox işlər gəlir. Bu durumu və yüzdələri dəyişə bilərsiniz. Uşağı 3 addımla qorumaq olar. Birinci addım. Uşaq 5 davranış və ya hərəkətin qabağında tepki göstərməlidir. Görsəl uyarı. Uşağın bədəninin xüsusi bölümünə kimsə baxmamalıdır. Uşaq da kimsənin xüsusi yerinə baxmamalıdır. Sözlü uyarı. İnsanların xüsusi əndamları haqqında danışmamaq. Toxunmaq uyarısı. Uşağın bədəninin xüsusi bölümlərinə kimsə toxunmamalıdır. Uşaq da kimsənin bədəninə xüsusi bölümlərinə əl vurmamalıdır, toxunmamalıdır. Yalnızlıq uyarısı. Uşaq xəlvət bir yerə getməməlidir. Qucaqlamaq uyarısı. Uşağı kimsə mutarifsiz qucaqlamamalıdır. Kimsə əlini uşağın bədəninə sürtməməlidir. İkinci addım. Uşaq dediyimiz davranmaları və ya işlərin hər birisini görərkən tepki göstərib ana-atasına deməlidir. Başqa uşaqları sui-istifadə olunmaqdan qorumaq üçün ayaq qabağa qoyub ana-atasına və ya polisə xəbər verin. Tanış olmayan bir uşaq üçün ayaq qabağa qoyarsınızsa, başqaları da sizin uşağınız üçün addım atacaqlar. Hər bir xoşagəlməz olayda uşağı suçlu bilməməlisiniz, başına çalmamalısınız, onu qınamamalısınız. Üçüncü addım. Bildiklərinizi başqalarıyla paylaşın. Bildiklərinizi toplumsal ağlarda paylaşın. Başqa ana-atalarla birgə oturub danışın, onları da oyatmalısınız. Hər paylaşım uşaqların durumunu daha yaxşı edir. Bizi YouTube'da, Facebook'ta, Telegram'da, Aparat'ta ve Bilimsel saytında izleyebilirsiniz.